Salam dəyərli izləyicilər, hər birinizi xoş gördük. Bu videoda sizlərlə monitorinq imtahanı verəcək 4-cü sinif şagirdlərinə dəstək məqsədi ilə hazırladığımız növbəti 10 suallıq sınağın izahını verəcəm. Bugünkü sınağımız monitorinq imtahanında istifadə olunacaq sual tiplərindən biri olan yaş məsələlərini əhatə edir. Mütləq surətdə bu videonu sona qədər izləməyinizi tövsiyə edirəm, çünki monitorinq imtahanında olan suallardan biri qeyd etdiyim kimi yaş məsələləri ilə bağlı olur. Dəyərli dostlar, ilk növbədə videomuzu bəyənməyi, hansı ki aşağıda bəyənmə düyməsi var, ətrafınızda olan digər 4-cü sinif şagirdləri ilə, xüsusilə sinif yoldaşlarınızla paylaşmağı unutmursunuz ki, onlar da bu videolara baxaraq tam ödənişsiz formada monitorinq imtahanına yaxşı şəkildə hazırlaşa bilsinlər. Əgər kanalımıza abunə deyilsinizsə, abunə ol düyməsinə də toxunaraq kanalımıza abunə olursunuz. Daha sonra zınqrov işarəsində aktivləşdirə bilərsiniz. Növbəti vaxtlarda yeni videolar kanalımıza yüklənən zaman sizin də telefonunuza birbaşa bildiriş gəlsin və siz də növbəti ödənişsiz resurslardan faydalanasınız. Siz mənimlə paralel şəkildə bu videonu işləyəcəksiniz. Belə ki, sualları ekranda gördükdə videonu saxlayırsınız. Əvvəlcə özünüz müstəqil formada sualın cavabını tapmağa çalışırsınız. Sonra mənim izahımla doğru yoxsa yanlış yazdığınızı müəyyən edəcəksiniz. Əlavə olaraq ola bilər ki, hansısa bir sual tipini bilmirsiniz, onu bu dərs vasitəsilə yaxşı şəkildə öyrənmiş olacaqsınız. Vaxt itirməyək dəyərli dostlar, birinci sualımızdan başlayırıq. Siz videonu saxlayırsınız, mən izaha başlayıram. Ana 38, qızı 12 yaşındadır. 8 il sonra onların yaşları cəmi neçə olacaq? Ana hal-hazırda 38 yaşındadırsa, 8 il sonra yaşı neçə olacaq? 38 üstəgəl 8 bərabərdir 46-ya. Qızı hal-hazırda 12 yaşındadır. Qızın bugünkü yaşı 12, 8 il sonra olacaq 12 plus 8 bərabərdir 20-yə. Sonra bunların yaşları cəmi deyir. Ananın yaşı 46-dır. 8 il sonradan söhbət gedir. Sonra qızın yaşı neçədir? 20-dir. 46 ilə 20-ni toplasam olacaq 66. Yəni sualımızın doğru cavabı 66-dır. Bütün suallarımız açıq suallardır. Yəni şagird burada konkret olaraq sualın cavabını bilməlidir. Dostlar, bunun bir üsuludur. Digər üsul nədir? Hal-hazırda ana 38, qızı 12 yaşındadır. 38 ilə 12-ni cəmləsəniz edəcək 50. Yəni bunların ikisinin yaşları cəmi 50-dir. 8 il sonra həm ananın, həm də qızın yaşı 8 il artacaq. 8, 8, yəni 2 dənə 8, 16 il artacaq. İndiki yaşların üzərinə həmin 16-nı gəlsəniz, həmin 66-nı, yəni aşağıdan hansı ki almışıq, alacaqdınız. Yəni eyni bir şeydir. İkinci suala keçirik. Ata ilə oğlun 2 il öncə yaşları cəmi 40 idi. Hazırda onların yaşları cəmi neçədir? Deməli, 2 il əvvəldən söhbət gedir. Özünüzdən istəsəniz hansısa bir ədədlər də qoyub yoxlaya bilərsiniz. Bura ata, oğul yazıram və ümumi məxzini də izah edəcəm. Məsələn, ədədlər qoyub yazsaq, 2 il öncə şərt olaraq deyirəm, atanın yaşı 35 olub, oğlun yaşı da 5 olub. Özümdən ədəd qoyuram. Hansı ki, 2 il əvvəldən söhbət gedir, cəmi 40 olsun. İndi bu 2 il əvvəl idi də. Bu gün atanın yaşı neçədir? 2 il əvvəl 35 idi, indi 37-dir. Üzərinə 2 gəlirəm. Oğlun yaşı 2 il əvvəl 5 idi, indi üzərinə 2 gəlsəm olacaq 7. Yəni indiki yaşları cəmi 37 ilə 7-ni toplasam olacaq 44. Əlbəttə, hər dəfə belə ədəd qoyub yazmağa ehtiyac yoxdur. Bunun məntiqini başa düşməliyik. 2 il əvvəl bunun ikisinin yaşları cəmi 40 olubsa, üzərindən 2 il keçəndə həm atanın, həm də oğlun yaşı 2 il artıb. İkisi birlikdə neçə ildir? 4 ildir. Yəni 40-ın üzərinə 4-ü gələrək siz birbaşa elə 44 cavabını ala bilərdiniz. Yəni heç bunu yazmağımıza ehtiyac olmazdı özümüzdən ədəd qoymağa. Növbəti sual 3-ə baxırıq. Babanın yaşını nəvənin yaşına böldükdə natamam qismət 8 və qalıq 5 alındı. Nəvənin 7 yaşı varsa babanın yaşını tapın. Babanın yaşına bir B hərfi deyək. Babanın yaşını bölürük nəvənin yaşına, yəni 7-yə. Natamam qismətdə 8 düşür. Qalıqda da qalır 5. Bu nədir dəyərli dostlar? Bu qalıqlı bölmədir. Qalıqlı bölmədə bölünəni tapmaq üçün nə etmək lazımdır? Bölünəni tapmaq üçün böləni natamam qismətə vururuq, yəni 7-ni 8-ə vururuq. Üzərinə də 5-i gəlmək lazımdır. 7-ni 8-ə vuranda 56 edər. 56-nın üzərinə də 5 gələndə olacaq 61. Yəni babanın yaşı 61-dir ki, onu biz
7-yə bölsək, yəni nəvənin yaşına natamam qismətdə 8 qalıq da 5 alardıq. Sual 4. Anarın 20 il öncə 20 yaşı var idi. 20 il sonra onun neçə yaşı olacaq? Anar 20 il əvvəl 20 yaşa sahib olub. Bu gün neçə yaşı var? Bu gün 40 yaşı var. Yəni 20 il əvvəl 20 yaşı var idisə, 20 ildən bu günə kimi 20 il keçib üzərindən. 20-nin üzərinə 20 gəlirəm 40 edir. Və 20 il sonranı soruşur. 20 il sonra da 40-ın üzərinə əlavə bir 20 gələcəksiniz. Yəni yekun cavabı olacaq 60. Doğru cavab 60 cavabıdır. Sual 5. Qardaş bacısından 4 il öncə 5 yaş kiçik idi. 6 il sonra onlar arasında yaş fərqi neçə olacaq? Sualın şərtində 4, 5, 6 ədədlərini görürsünüz. Amma bizə bu ədədlərdən sadəcə biri önəmlidir. Bu da hansıdır? 5 yaş. Niyə önəmlidir dostlar? İzah edim. Qayda deyir ki, illər keçsə də insanlar arasında yaş fərqi dəyişməz. Siz məsələn öz qardaşınızdan, öz bacınızla fikirləşin. Hal-hazırda yaş fərqiniz neçədir? Məsələn 5 yaş fərqiniz var. Gələn ildə yaş fərqiniz 5 olacaq, ondan sonra da 5 olacaq. Nümunə üzərində göstərim. Məsələn, qardaşın yaşı 8-dir. Bacının yaşı olsun 13. 2 il keçəndən sonra bunun yaşı olacaq 10, bunun yaşı olacaq 15. Nə bilim, üzərindən məsələn bu vaxtdan sonra məsələn bir 10 il keçsə, bunda 20 olacaq, bunda 25. Fikir verin, aradakı yaş fərqi həmişə 5 olaraq qalacaq. Yəni neçə il keçməyindən asılı olmayaraq, neçə il əvvəl, neçə il sonra bu önəmli deyil. İnsanlar arasında yaş fərqi dəyişməz dostlar. Yəni 6 il sonra onlar arasındakı yaş fərqi yenə də 5 olaraq qalacaq. Lap 16 il sonra da soruşsa yenə də cavab 5 olacaq. Yəni bunu başa düşmək lazımdır. Bunu da başa düşmək üçün yerinə özümüzü qoymalıyıq, qardaşımızı, bacımızı fikirləşməliyik ki, illər keçsə də hər ikimizin yaşı artır. Buna görə də yaş fərqimiz dəyişməz. Sual 6. Bacı qardaşından 2 dəfə böyükdür. Onların yaşları cəmi 18 olarsa qardaşın yaşını tapın. Dostlar, bunu şəkil çəkməklə də yaza bilərik. Bunu əvvəlki kitablarda tam hissə modeli deyirdilər. Bura yazıram bacı, burada yazıram qardaş. Baş hərflərini yazıram. Şəkillər vasitəsilə ifadə etsək belə yazacağam. Bacı 2 dəfə böyükdürsə, bacının yaşını bax bu şəkildə göstərəcəm. 2 dənə çərçivə kimi fikirləşin, 2 düzbucaqlı kimi. Qardaşın da yaşı bir dənə çərçivə olacaq belə. Və bunların yaşları cəmi 18-dir. Dərslikdə də bu tipli sual var. Hansı ki, tam hissə modelinə şəkil vasitəsilə yazırıq. Dostlar, bu necə yazılacaq? 18-i 3 dənə baxın hissə var burada. Görürsünüz? 3 dənə düzbucaqlı var. 18-i 3-ə bölürük, düşür 6. Yəni bunun qiyməti 6-dır, bu da 6-dır, bu da 6-dır. İndi gəlin baxaq. Bacının yaşı neçədir? 6-6. Bacı 12 yaşındadır. Qardaş 6 yaşındadır. Doğrudan da bacı qardaşından 2 dəfə böyükdür. Yəni 12 6-dan 2 dəfə böyükdür. Doğrudan da onların yaşları cəmi 18-dir. 12 üstə gəl 6 18-dir. Bizdən nə soruşur? Qardaşın yaşını tap. Qardaşın yaşı 6-dır. Yəni bunun həll yolu, bir üsulu bax budur, şəkil çəkməklə. Digər həll üsulu da dostlar, tənlik qurmaqla həll qaydasıdır. Tənliklə necə yazılır? Bacı qardaşını 2 dəfə böyütür. Qardaş balacadır. Qardaşın yaşını x deyirsiniz, bacı olur 2x. Bunların cəmi, yəni 2x ilə x-in cəmi bərabərdir 18-ə. 2x-in üzərinə x gələndə olur 3x, bərabərdir 18-ə. Buradan da x bərabərdir 18-i 3-ə böləcəm, düşəcək 6. Yəni qardaşın yaşını x demişdik, o da 6 olacaq. Ya istəyirsiniz tənliklə yazın, ya şəkil çəkməklə yazın. Amma diqqətli olun ki, yanlışlıq etməyəsiniz. Sual 7. Rasim Cəlildən 4 yaş böyükdür. Onların yaşları cəmi 20 olarsa Cəlilin yaşını müəyyən edin. Dostlar, bu da eyni növ sualdır. Rasim var və Cəlil var. Şəkil çəkməklə yaza bilərsiniz bunu da. Rasim Cəlildən 4 yaş böyükdürsə, məsələn, Cəlilin yaşına bir dənə düzbucaqlı kimi yanaşaq. Rasimin yaşı da bundan Cəlilin yaşından 4 yaş böyükdür. Yəni düzbucaqlı üstə gələk 4 kimi yanaşa bilərik. Sonra bunların cəmi 20-yə bərabərdir. Dostlar, bu necə yazılacaq? Yəni bundan sonra olan hissəni nəzərdə tuturam. Bundan sonra olan hissəmiz deməli belə yazılacaq ki, 20-dən 4-ü çıxacam. 20-dən 4 çıxanda nə qalır? 16. Yəni buradakı ədədə çıxıram. Sonra 16-nı 2 yerə böləcəm.
düşəcək 8. Burada 8-dir, burada 8-dir. Bizə nə lazımdır? Bizə cəllin yaşını müəyyən edin lazımdır. Cəllin yaşı olacaq 8. Yəni sualımızın cavabı 8-dir. Rasim 12 yaşındadır. Cəlil 8 yaşındadır. Yaşlarının cəmi 20-dir. Rasim də Cəlildən 4 yaş böyükdür. Bir üsulla belə yaza bilərik. Digər üsulumuz tənlik üsuldur yenidən. Yəni necə yazılacaq? Rasim Cəlildən 4 yaş böyükdürsə, Cəlilin yaşına balaca olana bir x deyirsiniz. Rasim ondan x üstəgələ 4 yaş böyük olduğu üçün bu formada yazacağam. Sonra bunların cəmi, yəni Rasimin yaşı x üstəgələk 4, üstəgələk Cəlilin yaşı, yəni x bərabərdir 20-yə. X ilə x-i toplasam olacaq 2x, üstəgələk 4 bərabərdir 20. Buradan 2x bərabərdir. 20-dən 4 çıxacam 16. X də bərabər olacaq. 16-nı 2-yə böləcəm, düşəcək 8. Dostlar, biraz çətin ola bilər bəzilərinizə, amma bu üsuldan istifadə edə bilərsiniz. Amma mən sizə bonus olaraq bir dənə də üsul göstərəcəm. Bu üsulumuz nədir? Nə tənlik qurursunuz, nə şəkil çəkirsiniz. Əgər iki nəfərin yaşlarının cəmi və yaşlarının fərqi göstərilirsə, onların yaşlarını şifahi də tapmaq olar. Necə? Yaşları cəmi neçədir? 20. Yaşları fərqi neçədir? Yəni Rasim Cəlildən 4 yaş böyükdür. O deməkdir ki, Rasimin yaşından Cəlilin yaşını çıxsan, 4 alacaqsan. Rasim daha böyükdür. 20 ilə 4-ü toplayırsan, bax buradakı ədədləri. Aldığın cavabı 2 yerə bölürsən. 24-ü 2-yə bölünə düşür 12. Bu olur böyük adamın yaşı, Rasimin. Balacanın yaşını tapmaq üçün 20-dən 4-ü çıxırsan buradakı ədədləri. Bölürsən 2-yə. Yəni 2 yerə bölmək lazımdır həmişə. 20-dən 4 çıxana qalır? 16 2-yə böləndə nə düşür? 8. Fikir verin, bu sadə üsul vasitəsilə biz nə tənlik qurmadan, nə şəkil çəkmədən, yəni tam İslam modelindən istifadə etmədən belə sualın cavabını tapırıq. Sadəcə burada diqqət yetirməlisiniz ki, hansı böyük, hansı kiçikdir. Burada kiçik olan Cəlildir, bu da 8 oldu. Sual 8. Eyni növ sualdır dostlar. Diqqət yetirin. Ana ilə qızının yaşları cəmi 38. Yaşları fərqi 22 olarsa qızın yaşını tapın. Yenə biz burada tənlik qura bilərik. Tam hissə modelini tətbiq edə bilərik. Və yaxud bayaq izah etdiyim qaydadan da istifadə edə bilərik. Ana necə tapılacaq yaşı? 38 üstə gələcəksiniz 22-ni. Alınan cavabı böləcəksiniz 2-yə. Yəni böyük olan burada anadır da. 38-in üzərinə 22 gələndə neçə alırıq? 60 alacam. 60-ı 2-yə bölünə düşəcək 30. Qızın yaşını tapanda bayaqçı qaydamızı tətbiq edirəm. 38-dən 22-ni çıxacam. Alınan cavabı 2 yerə böləcəm. 38-dən çıxıram 22-ni 16 bölürəm 2-yə düşəcək 8. Qızın yaşı lazımdır bizdə. Qızın yaşı oldu 8. Vəssalam, bu qədər sadə. Dostlar, bu bunun asan üsuludur. Amma gəlin biz bunun tənlik üsulunu da öyrənək. Elə şagirdlər var ki, tənlik qurmağı sevirlər. Nə bilim, tam hissə modelini bəyənirlər. Bəlkə o formada yazmaq istəyirlər. Gəlin o üsulları da göstərim. Ana və qızı var. Şəkillə göstərsək dostlar, qızın yaşına bir düzbucaqlı desək, ana qızından nə qədər böyükdür? Yaşları fərqi 22-dirsə, ana bundan 22 yaş böyükdür. Yəni plus 22 yazıram və bunların cəmi 38-ə bərabərdir. Tapılma qaydası nədir? 38-dən çıxıram 22-ni 16 qalar. 16-nı 2 dənə düzbucaqlıya bölsəm düşəcək hər biri 8. Qızın yaşı görürsünüz 8-dir, ananın yaşı 8 plus 22. Yəni 30 olacaq. Və yaxud dəyərli dostlar, tənlik ilə yazmaq istəyirsiniz. Qızın yaşına bir x deyirsiniz. Ananın yaşı olacaq x üstə gələk 22. Bunları cəmləsək, yəni ananın yaşı x üstə gəl 22 plus x bərabərdir 38. Buradan da x ilə x-i toplasam 2x üstə gəl 22 bərabərdir 38. Buradan da 2x bərabərdir 38-dən 22 çıxanda 16, x də bərabər olur 8-ə. Yəni qızın yaşına biz x demişdik, oldu 8. Seçim sizə buraxılır dəyərli 4-cü sinif şagirdləri. Yəni kimin ürəyi hansı növ istəyirsə, hansı üsulu seçirsə, yəni xoşladısa onu tətbiq edə bilər. Biz isə 9-cu sualımıza keçidirik. Nənə ilə nəvənin yaşları cəmi 68-dir. 4 il öncə nənə 54 yaşında idi. Nəvənin 3 il sonraki yaşını tapın. 4 il əvvəl nənə 54 yaşında olubsa, nənənin indi neçə yaşı var? 58. Nənənin yaşı üstə gələk nəvənin yaşını yazıram.
Hal-hazırda yaşlar cəmi neçədir? 68. Buradan nəvənin bugünkü yaşı neçə olur? 68-dən 58 çıxanda qalacaq 10. Yəni nəvənin yaşı 10-a bərabərdir. Hal-hazırda 3 il sonrakı yaşını tapmalıyıq nəvənin. Bu gün 10 yaşı varsa 3 il sonra yaşı olacaq 13. Doğru cavabımız 13-ə uyğun gələcək. Və nəhayət 10-cu sualımıza baxırıq dəyərli dostlar. 10-cu sualı izah etməmişdən öncə ekranda sağ tərəfdə gördüyünüz kitablar barədə məlumat verim. Əminəm ki, bu videonu izləyən şagirdlərin mütləq əksəriyyətində o kitab var, amma sizdə hələ ki o kitab yoxdursa mütləq surətdə almağınızı tövsiyə edirəm. Kitab mağazalarına vermirik hal-hazırda, yalnız bizdən sifariş verə bilərsiniz. Ekranda aşağı sağ tərəfdə bir WhatsApp nömrəsi görürsünüz. 055 239 20 41. Həmin nömrəyə yazaraq bu kitabları əldə edə bilərsiniz. Kitabın əsas özəlliyi nədir dostlar? İçərisində olan bütün sualların video izahını çəkmişəm. Yəni hansı suala çətinlik çəksəniz, birbaşa QR koduna bax necə izah edirəm, orada da o izahlar var. Yəni müəllimin köməyi olmadan belə şagird özü imtahana hazırlaşa bilir. Və yaxud da müəllimlər üçün də kömək məqsədi ilə yaradılmış bir vəsaitdir ki, şagirdlər daha çox test işləyirlər. Hansısa bir sıxıntıları olanda, yəni vaxt itirmədən birbaşa izahlara baxa bilirlər. Yəni əldə etmək istəsəz, qeyd etdiyimiz nömrə ilə əlaqə saxlayıb sifariş verə bilərsiniz. Göndərilmə də pulsuzdur, yəni post pulu vermirsiniz, biz özümüz onu qarşılayırıq. Bəli, 10-cu sualımıza başlayaq. 2003-cü ildə 18 yaşı olan Fərid 2025-ci ildə neçə yaşında olub? Dostlar, 2003-cü ildən 2025-ə qədər neçə il keçib? 2025-dən 2023-ü gəlin 2003-ü çıxaq. 5-dən 3 çıxanda 2, burada da 2. Yəni 22 il əvvəl bu adamın 18 yaşı olub. Üzərindən 22 il keçəndə nə olacaq? Üzərinə bir 22 gələcəm. 8-in üstə 2 gələndə 10. 0 yazdım, 1 yadda. 1-in üstə 2 gələndə 3, 1 də yadda 4. Yəni 2003-cü ildə 18 yaşı olan Fərid 2025-ci ildə 40 yaşındadır. Belə dəyərli dostlar, videonu izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun, bir sonraki izahlarımızda görüşərik. Hələlik.